Noyabrın 15'i Bakıda və Abşeronda hava dəyişkən buludlu olacaq, tutulacaq, əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidməti bildirir ki, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Temperatur gecə 10-13, gündüz 16-19 dərəcə isti, atmosfer təzyiqi isə 762 mm civə sütun olacaq. Naxçıvanda sabah ara bir yağış yağacaq. Temperatur 15-17 dərəcə isti olacaq. Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacaq, ayrı-ayrı yerlərdə leysan xarakterli olacaq, şimşək çağacaq, dolu düşəcək, yüksək dağlıq rayonlarda qar yağacaq. Axşam yağıntılarda fasilə olacaq, bəzi yerlərdə duman gözlənilir, qərb küləyi əsəcək. Temperatur gecə 7-10, gündüz 15-19, dağlarda gecə 2-5, gündüz 5-9 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.